Çox sağ olun. Salam müəllim. Mən də sizə təşəkkür edirəm. Ümumiyyətcə, həqiqətən bu il işiniz o qədər də asan olmadı və çox işlər gördünüz. Federasiyaya öz təşəkkürümü bildirirəm. Və daima bəzən görünməyən tərəflər var, hansı ki, sizin narahatçılığınız, daima maraqlanmağınız, əlbəttə ki, bu sizin məsuliyyətinizdən xəbər verirdi. Mən də bir Qarabağın baş məşqçisi olaraq sizin fəaliyyətinizdə təşəkkürümü bildirirəm. Baxmayaraq, əlbəttə ki, biraz xoşa gəlməyən hadisələr də oldu. Elə Elxan mənim də səhv etmirəmsə işə də çıxır, hər şey qaydasındadır və uğurlar arzulayıram hər birinizə. Oyuna gəldikdə, əlbəttə ki, hamı üçün çox vacib oyundur. Ən azından, belə deyək, final oyunları elədir ki, azarkeşlərin, bütün klubların, bütün komandaların azarkeşlərini bir yerə yığan bir oyundur və sanki bir bayram kimi, belə deyək, əlbəttə ki, bizim azarkeşlərimiz bizi azarkeşlik eləyəcəklər, sabahın azarkeşləri sabaha, amma neytral qüvvələr olacaq, hansı ki, onlar sırf futbola baxmağa gələcəklər, yaxşı oyuna, yaxşı futbola baxmağa gələcəklər və biz də klub olaraq, komanda olaraq çalışacağıq ki, ən azından yaxşı oyun göstərək və mən dəfələrlə bildirmişəm ki, kubok oyunu ümumiyyətcə əlavə bir prestijdir. Baxmayaraq, biz bugün çempionluğu təmin etmişik, çempionatımız başa çatıb, amma istərdik ki, kubokun finalında da yaxşı oyun, yaxşı nəticə əldə etməyə. Amma qarşımızda çox istəkli bir komanda var, çox təşkilatlanmış bir komanda, kollektiv var. Ümumiyyətcə, Sabah komandası, Sabah klubu son vaxtlar çox iddialıdır, ümumiyyətcə gələcək üçün çox böyük işlər görür və bugün baxmayaraq ki, çempionatda 5-ci yerdə, səhv etmirəm, 5-ci yerdədirlərsə, amma buna baxmayaraq komanda bəlkə də bu yerə layiq deyil idi, hansı ki, öz potensialına görə, öz individual oyuncularına görə o yerə layiq deyil, daha yuxarıda olmağa layiq idilər. Və hiss olunur ki, elə hətta Berezovskin gəlişindən sonra bəlkə də elə ilk açıqlamalarından birində demişdi ki, biz kuboka daha iddialıyıq, kuboku biz daha yaxşı, daha tez əldə etmək istəyirik və bura kökləniblər. Və bilirik ki, çox möhkəm bir kollektiv duracaq qarşımızda və bizim üçün də ümumiyyətcə belə kollektivlərə qarşı belə final oyunları oynamaq çox xoşdur, çünki futbolçular, ümumiyyətcə klub belə oyunlarda inkişaf edir, belə oyunlarda böyüyürlər və hər iki komanda uğurlar arzulamaq istəyirəm. Ən azından sizlər üçün, siz də il boyu bizlərlə oldunuz, hər oyunlarımızda, həm çempionat oyunlarımızda, həm Avropa oyunlarımızda. Siz də yəqin istəyirsiniz ki, yaxşı bir futbol olsun. Biz buna çalışacağıq və xeyirlisi, dediyim kimi, hər iki komandaya uğurlar arzulayıram və başqa da suallarınız olsa cavab verməyə hazır. Bəxtli Zəhmət olsun fikirlər. Mən də ilk öncə hər kəsi salamlayıram və dünənki bayram münasibətilə də hər kəsi təbrik edirəm. Finala gəldikdə isə düşünürəm ki, bizə qarşı çox yaxşı təşkilatlanmış bir sabah görəcəyik. İstər ilk titulu qazanmaq baxımından, istərsə də Avroliqa baxımından onlar üçün böyük fürsətdir. Çox böyük istəkli bir komandaya qarşı oynayacaq. Eyni zamanda eyni istək də bizdə var. Biz də öz titullarımızın sayını artırmaq istəyirik və fikirləşirəm ki, 31-i bizi çox yaxşı bir final oyunu gözləyəcək. Sual olan vaxtda buyurun. Buyurun. Allah razı olsun. Səfər Berezovski gəldiyi sonra oyuna belə ki, böyüyür. Sizin əsas hansı plan və məşqçinin komandası ilə oralarda çəkilir? Futbol planı əsas hansı keyfiyyətlərə mütəqisiz? Yəni bizə qarşı oyunlarda müdafiədə çox səliqəli oynayıblar, çox diqqətli olublar və individual keyfiyyətdə olan oyuncuları bizə çox problemlər yaşadıblar. Belə qısa olaraq fikrimizi bildirsək. Həm də ki, ümumiyyətcə, çox komandalarda bu var. Əlbəttə ki, biz bugün
liderik, lider olmuşuq, yəni çempionatın qalibi olmuşuq və həmişə də liderə qarşı istənilən komanda görsən daha istəkli olub, daha həvəsli olublar və bu amillər məncə ən böyük rol oynayır. Çünki biz özümüz bunu keçmişik, biz özümüz də həmişə əvvəllər liderlərə qarşı oynayanda və yaxud indi Avroliqada hansısa bir daha böyük komandaya qarşı oynayanda istər-istəməz motivasiyamız daha yuxarı olur və məsuliyyətimiz daha çox olur. Və eləcə də sabah yəni yenə deyirəm ki, əgər bugün biz baxsaq ki, sabah 5-ci yerdədir, amma bu yerə layiq deyirlər. Ona görə heç də bizimlə çox böyük fərq olmayan bir kollektiv komandadır. Aramızda o qədər fərq olmayan bir komandadır. Final maçı keçirəcəksə, nə olur fikirləriniz, yeniləşən götürsəz. Fikirlərim pozitiv, yaxşıdır. Yəni həm meydançı olaraq yaxşıdır, həm ümumi azarkeş tutum olaraq yaxşıdır, həm bölgə olaraq yaxşıdır. Çünki Sumqayıtda həmişə futbola böyük maraq olur. Çünki biz öz oyunlarımızda görmüşük, bizim oyunlarımızda demək olar ki, həmişə stadion demək olar ki, dolu olub, 7.000, 8.000 azarkeş olub və ümumi məncə hamı üçün, futbolçular üçün də o stadionda oynamaq, final oynamaq məncə xoş olacaq. Buyursun. Qurban müəllim, mən də uzun yazmayacağım. Bir sual davam etdirmək istəyirəm. Mən hər hansı ki, hər üç oyununuz təqdim daxilçisindən bərabər xilaf ilə hazırlaşmışsınız. Çox ciddi yox. Belə mən ümumiyyətcə finallaşmaya bir o qədər futbolçularımı hazırlamıram, amma hər bir halda bəzən özləri bilmədən də görsən bəzi məşqlərdə şərait yaradırıq ki, ən azından hər futbolçu bir və yaxud iki penalti yerinə yetirsinlər. Sağ olun. Yoxsa təşəkkür edirəm. Çox sağ olun. Təşəkkürlər.